Doğmalarınız, bayramımız mübarək olsun. Əslində, adət eləmişəm ki, tədbirlərdə və bir çox məclislərdə axşamınız xeyir olsun xanımlar və cənablar deyim, amma o qədər doğmasınız mənə, o qədər əzizsiz mənə. Özüm də elə bu ailənin bir vətəndaşıyam, bir əzizliyəm, bir doğmasıyam, o qədər həyəcanlıyam. 20 il bu ailədə mən deyərdim, böyüyüb boya başa çatmaq orada da o kadar böyük bir məsuliyyət. 20 il Azad Azərbaycan telekanalında böyümək özü bir şərəfdir. 25 yaşlı Azad Azərbaycan telekanalı mənim üçün o qədər doğmadır ki, mən bilirəm ki, nəinki mənim üçün hər biri, burada bizim Azad Azərbaycan telekanalının hər bir həmkarı, hər bir əməkdaşı üçün Azad Azərbaycan kanalı evdir, ocaqdır, doğma məkandır, huzur tapdığımız yerdir.